Dünya bu dəqiqə elə xəstəliklər var ki, hazırda onların heç yerdə müalicəsi yoxdur. Demirlər. Baxın, mən sizə Aha. bütün dini kitablarda olan, enerji və spiritual sistemdə olan sistemi deyim. Yer kürəsində olan bütün xəstəliklərə uyğun bir mineral vardır. Aha. Misal, maqnezium sənə bədəvi enerji verir, kalsiyum sənə ayrı bir sistemi verir. Onu bütün xəstəliklərə uyğun mineral da var, bütün xəstəliklərə uyğun bitki də vardı. Yəni fikirləşin ki, bitki aurası biosferdə, yəni bu sistem, yəni bitkilər milyonlarladır. Qeydə alınan, misal, tək biz həşəratları götürsən, 2,5 milyon həşərat var. 100 milyonlarla bitki var və onun 100 milyonlarlası da okeanın altındadır, biz kəşf eləməmişik. Yəni onda demək istəyirsiniz ki, əslində xəstəliklərin müalicəsi var. Sadəcə üzə çıxmır və ya Dünya Səhiyyə Təşkilatları icazə vermir. Hələ ki icazə vermirlər. Aydındır. Onda bunlar icazə vermir, amma siz deyirsiniz ki, siz iddia edirsiniz ki, Bəli. Amma bu necə olur? Aha. Biz həmin xəstəyə, yəni sırf xəstəliyə aiddir bu. O xəstəliklə bağlı şəfalandırma seansı istəsə əgər, biz bunu ona etmək istədən öncə ona bir kas testi edirik, əzələ dili testi. Məsələn, buna deyirik ki, mən sağalmağa hazıram deyib. Hazıram deyib, önə gəlirsə bədəni, yəni bədən təsdiqləyirsə, özünü hazır hiss eləyirsə, biz bunu indi görürük də orada. Hazır hiss eləyirsə seansı alırıq, hazır hiss eləmirsə almırıq. Yəni o özü düzələcəyinə inanırsa seans olur. Əslində hər şey inancdan başlayır onda. Amma belə bir şey var. Bir insan gedib 100 min dollar töküb düzələcəyinə, o gəlir çox kiçik, o məbləğin 1%-ni ödəyib düzəlir. Aha. Bəlkə misal üçün o gedib 100 min dollar ödəyəcək və inanır ki, sağalmayacaq. Onda o sağalmayacaq. Zaten sağalmır ki. O qədər elə bütün onkoloji xəstələr sağalır. Yox. Yəni onda tip də səhvdir. Siz demirdiniz, bəs necə olur, tip var. Görmürsən ki, inananlar sağalır. Onda bütün hamı sağalmalıydı. Əgər bu dərman hamını düzəldirsə, bu dərmanı içən hamı düzəlir. Yaxşı. Niyə bunun onda 4-ü düzəlir, 6-sı ölür? İnancı necə sağaldaq? İnancın yaranması üçün bu insanda biz burada ona oxuma eləyirik, şəfalandırma eləyirik, ruh parçacıqlarını geri çağırırıq, aurasında olan o qərarsız ruhları, magiyanı, sehri, cadunu, tilsimi çıxarırıq, şifalandırırıq. Daha sonra həmin şəxsin üzərində biz şərtsiz sevgi enerjisi yollayırıq. Bundan sonra onun şuuraltı inanclarını qazıyırıq. Misal, bu xəstəlik səndə nə zaman başladı? Adi bir xəstəliyi götürün. Bütün xəstəliklər psixosomatikdir. Misal, psixosomatik necədir? Bu xəstəlik səndə nə zaman başladı? Misal, deyək, ginekoloji bir xəstəlik. Qadın deyir, bu xəstəlik məndə 3 il əvvəl başladı. 3 il əvvəl nə olmuşdu? 3 il əvvəl mən stres halındaydım, özümü sevmirdim və yoldaşım tərəfindən yetərli diqqət almırdım. Aha. Həmin anda hansı hisslər keçirdin? Özümü dəyərsiz, lazımsız, boş bir qadın kimi gördüm. Bu hissi uşaqlıqda da keçirmişdin. Bir də sual veririk. Gəlir deyir ki, uşaqlıqda bunu mən adətən anam yaşadırdı bunu mənə. Hər zaman mənə bacarıqsızsan, bir işə yaramırsan, əksər kim alacaq falan tipli sözlər deyirdi. Anama qarşı qırğınlıq hissi var. Əslində anasına qarşı olan qırılma hissi var, qəlb qırıqlığı, öfkə və aqressiya. 3 dənə proqram vardı ki, onlar beynimizin 70% enerjisini alır. Bunu bu da söndürsək, sənin beynin başlayacaq yüksək səviyyədə işləməyə, zəhər kimi. Super. Niyə? Bu qırğınlıqdır, yəni birinə qarşı qırıldı da qəlbi. Həmin insana qarşı peşmanlıq hissidir. Bir də öfkə, aqressiya hissidir. Hirs, bəli. Qırğınlıq, peşmanlıq, aqressiya. Bu üç hissi söndürdüyün anda beyin başlayır saat kimi işləməyə. Çünki beynin 70% enerjisini o alır. Bunlar aparır. Bu qızın da anasına qarşı qırğınlığı, öfkə və peşmanlıq hissi var. Bu bunun içində birikib, böyüyüb. Böyüdüyü üçün bu dalğanı ötürür. Bu dalğanı ötürdüyü üçün zaten gəlir bu hissi buna yaşadacaq, oğlanla evlənib təzdən. Onu çəkib həyatına da, o çəkim ilk təlimdə demişdik. Bəli. Çəkim qanunu ilə həyatına çəkib. Balans. Bu oğlan da anasının buna yaşatdığı travmanı bir də təkrar yaşadır. Bu yazıqda da başlayır xəstəlik olmağa. Bu xəstəlik də ginekoloji xəstəlikdir. Zaten ginekoloji xəstəlik qadın enerjisi ilə bağlıdır və qadınlığı inkar, qadın olaraq dəyər görməmə falan bu inanclar var. Bu inancları biz orada çıxarırıq onun beynindən, silirik. Onun yerinə yeni müsbət inanclar qoyuruq ki, burada öyrədirik təlimlərdə onu. Yəni bu insan murad olmasa da öz-özünü düzəldə bilir. Yəni sabahlarım bunu sizdən Murada aldım. ehtiyacı yoxdur. Murada ehtiyacı Sən bu yoxdur. təlimi aldın, sabah özünü, yoldaşını, dostunu, rəfiqəni, hamını
düzəldə bilərsən. Çünki biz sizə beynəlxalq sertifikat veririk. Yəni qanunən sən terapist olursan da, qanunən sən seans eləyə bilərsən istəsən. Adam da var sırf özü üçün alır. Ki mən bilim bəsdir. Özümüzü şifalandır. Bəs bu niyə öyrədirsiniz? Yəni bu puldur da. Bu pulu niyə əlinizdən verirsiniz, belə deyim? Bunu niyə öyrədirik? Çünki bizim missiyamız insanların şifalanmasıdır və insanların şifalanması çox önəmlidir. İnsanlar oyanışa keçdikcə, onlarda oyanış, ruhsal fərqindəlik başladıqca cəmiyyətin enerjisi yüksəlir. Cəmiyyətin enerjisi yüksəlir. Bəli. Və zaten bu sahədə olan adamlar da bilir və bunu öyrənəndən sonra elə bir həyatın iki hissəyə bölünür. Misal, bu təlimdən öncə, bir də bu təlimdən sonra. Çünki hər şeyə baxışın dəyişir. Bu necə olur? 3 dənə proses var. Var görmək, var bir şeyi qavramaq, var bir şey idrak etmək. Görmək, qavramaq, idrak etmək. Burada nə görürsüz Aytan xanım? Bu nədir? Bu mikrofon. Mikrofon. Bu görməkdir. İndi bu mikrofon nə işə yarayır? Bu səsimizi ötürür. Səsimizi daha ötürür, yaxşı. ucaldır, alçaldır, Bəli. daha yaxşı ala salır. Bu qavramaqdır. Aha. Bir də var idrak etmək. Mikrofon niyə yaradılıb? Sistemini idrak elə. Bizim səsimizi daha yaxşı çatdırsın deyə. Biraz daha idrak elə. Bu mikrofonu daha yüksək səviyyə qaldırmaq olar, böyütmək, yeniliklər əlavə eləmək, nə bilim üstünə kamera qoymaq. Olar, hə, hər şey elə. Bunu özün qura bilərsən. Mikrofonu. Yəni idrak eləsən, hə. Həm də hə. Sən sistemini idrak eləyirsən. İçində nə var? Proses var, nə bilim, ötürücü var, misterlər var, nə bilim, dinamik var. Bunu tapdığın anda özün bir mikrofon istehsalçısı olursan. Həyatda da 3 cür insan vardı. Görənlər, sadəcə görür. Qavrayanlar, işləmə mexanizmasını bilir. Bir də idrak eləyənlər. İdrak eləyənlərin özü mikrofon istehsal eləyir. Başa düşdüm sizi. Burada indi məsələ nədir? İndi siz həyatda bu təlimdə bu istehsal edən olursunuz. Yəni hər şeyi idrak eləyən tərəf. Bax, bir oğlandır, bunun bir qızdan xoşu gəlir. Bu sadəcə görür. Gedib ona yaxınlaşa bilməz. Gedib ona heç nə deyəməz. Sadəcə görən adamdır. O kapasitesi odur. İkincisi qavrayan tərəfdir. O artıq qarşı tərəfi analiz eləyir, ona yaxınlaşır, danışır falan. Bütün bu bilgiləri alır da bu bəy. Üçüncü oğlan idrak eləyən oğlandır. O artıq çox yaxşı bilir ki, qadınlar nəyi sevir, nəyi sevmir, zəif tərəfləri nədir, güclü tərəfləri nədir. O isə istəsə 10 saniyə manipulyasiya eləyə bilər onları. Bu idrak eləyən tərəfdir. Bu təlimdə sən sıravi insan olmaqdan çox idrak eləyən tərəf olursan. Yəni bir kitaba baxıb onu idrak eləyirsən ki, bu niyə var və bunun məğzi nədir? Bunu necə yaradım, eyni sistemi. Detailing sənin gözünü açır. Yəni səndə fərqindəlik yaradır və başlayırsan artıq hər şeyə tam fərqli baxmağa.